Selamünaleyküm, Halk Bank'ın aziz tədbirkarlar. Sizlərə bugün gündəki Halk Bank'ımızda olub duran kredit pasportları boyunca, hazır gündəki boyunca danışdırılacaq. Bizə də hazır gündə icazlarımız üçün biznesə kömək pasportu boyunca danışdıralım. Bu pasport kredit şərtləri neçə olar? Kredit şərtləri qarz alıcı Halk Bank'ına biriktirilən məhəllələrdə röğbətdə turucu ictimai sağlıq törəyən, özünü bənd etkən fuqara oluşu gerek. 18 yaşdan aşkan, 60 yaşdan aşmayan pensioner fuqara olması gerek. Qarz alıcı qoyulan tələb qanday olar? Tələbi icabi tarixə ega oluşu gerek. Cari müddət ötken, bu da yəni krediti olub durub, müddət ötken qarzlarlığı olması gerek kreditindən. Şu ayı to'lab oladigan bo'lsam, shu qarzlarlığı olması gerek. Maqsadi qanday olar? Özünü bənd etken şəxslara tədbirkarlığını rivojlantirish uchun fəaliyyət türləri boyunca olur. Qanday fəaliyyət qilayotgan bo'lsa, shu tədbirkarlığını rivojlantirish. Summasi 17 milliongacha, kredit muddəti 2 yil deyilgan, imtiyoz davri 3 ay. Yıllık faiz stavkamiz 27%dan ajratamiz. Bank öz məbləğləri hesabından ajratılmadı. Kredit düşürməsi sonunda kredit ajratış şəkli naqd pulsuz şəkildə. Yəni bu məcazını bank plastik kartasına bizə danışılan plastik kartasına düşürür. Təminat qanday olur? Təminat cismani şəxs kəfilliyi, mal-mülk geri olur. Tələb etilən hüccət, pasport, ID kartı yoki öz-özünü bənd qılıb yuvanlaması, ictimai sağlıq törəyən üçün məlumatnama, təminat hüccətləri, yəni kəfillik, sığortası, dərəmətləri doğrusunda məlumatnama, bu öz-özünü bənd qılışdır, girib çıxar. Tonoqrafik annuitet usulla, diferensial emas, fakat annuitet, 40 yıl sonra olur. Kreditlaş hüccətlərini rəsmiləşdirəcəyən avtomatik karar. Scoring, yəni scoringdən ötüşü gerek, hər bir mücadil. Scoringdən icabi tərifə ötsə, avtomatik tərzdə açıladı, ne oldu idi? Şu produktumuzu açalım mücadele üçün. Bunda hazır gündə bizə də var, gəlib bir mal paylaşalım. Rəhmət olsun.